Qış ayları orqanizmdə bəzi vitaminlərin və mineralların tükənməsinə səbəb olur. Bunlardan maqnezium əksikliyi, əzələ qıcı olması, tetaniya dediyimiz simptomlara səbəb olur. Bu da ən çox göz qapağı və baldır əzələlərində görürük. Sinir sisteminə, periferik sinirlərlə bağlı narahatçılıqlara səbəb olur. Vücudun fərqli yerlərində, daha çox distal hissələrində qarışqa gəzintisi hissi, keylik kimi hissiyata səbəb olur. Bunlardan əlavə maqnezium əksikliyi eyni zamanda psixonevroloji pozuntulara da səbəb olur və maqnezium əksikliyi olan insanlarda təşviş, həyəcan pozğunluğu, qayğı pozğunluğu daha tez rast gəlinir. Bunlar maqnezium əksikliğinin yüngül formalarıdır. Ağır hallarda isə delirium, epileptik tutmalar, qıcı olmalar kimi duruma səbəb ola bilər. Maqnezium əksikliğinin səbəbləri müxtəlifdir. Ən çox gördüklərimiz malabsorpsiya, yəni mədə-bağırsaq sistemi ilə əlaqəli olan problemlərdir. Məsələn, həzm sistemində olan hər hansı sorulma problemi maqnezium əksikliğinə səbəb ola bilir. Bundan əlavə bəzi dərmanların uzun müddəti istifadəsi, mədə qoruyucu və yaxud da mədə turşuluğunu azaldan preparatların uzun müddətli istifadəsi maqnezium əksikliğinə səbəb olur. Maqnezium əksikliğiniz varsa birbaşa həkimə müraciət etməyiniz məsləhətdir. Yəni maqneziumunun səviyyəsi təyin edildikdən sonra əlamətlərinizə uyğun olaraq maqneziumun hansı növünün sizə uyğun olduğuna görə dərman müalicəsi başlanmalıdır.